Elm dünyavi anlayışdır. Bir alim dövlətinə xidmət edirsə, o həm də dünya elminə tövbə vermiş olur. Azərbaycan Milli Elmlər Akademiyası 80 il ərzində çox sayda alim yetişdirib. Elm günü münasibətilə AMİA'nın elmi kitabxanasında toplaşan ziyalılar Azərbaycan elminin uğurlarından və qarşıda duran vəzifələrdən danışdılar. 80 il ərzində 437 nəfər akademiyanın həqiqi üzvü seçilib. SSR dövründə 72, müstəqillik illərində isə 90 nəfər dövlət mükafatı alıb. Akademiyada son 5 ay ərzində 47 yeni şöbə yaradılıb. Qarabağ folklor dilçiliyi üzrə tədqiqatlar davam etdirilir. Hətta Qarabağda elmi mərkəzin açılması da nəzərdə tutulur. Tədbir çərçivəsində Milli Elmlər Akademiyasının və Azərbaycan Milli Kitabxanasının son bir ildə nəşr etdirdiyi kitablar da nümayiş etdirildi. Xalq yazıcısı Anarın imza mərasimi də keçirildi. Ədəbiyyatla elmin nə əlaqəsi var? Yəni bizim çox görkəmli professorumuz, yazıcımız, ədəbiyyatşünasımız Mirzəcəlal Paşayev deyirdi ki, ədəbiyyat sənətdir, ədəbiyyatşünaslıq isə elmdir. Yəni doğrudan da ədəbiyyat bir sənət kimi öyrənilirsə, onu öyrənən elm ədəbiyyatşünaslıqdır. Bu mənada əlbəttə ki, ədəbiyyatla elmin arasında çox sıx əlaqə var. Beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində uğurla fəaliyyət göstərən akademiya indi nüfuzlu elmi təşkilatların üzvüdür. Məmməd Məmmədli, Qəhrəman Məmmədov, Rəhli Rafiq qızı, Mədəniyyət xəbərləri.